Hal-hazırda Azərbaycan bazarında satılan məhsullar, eləcə də 208 OS məhsulları universaldır, yəni hər fəslə uyğun məhsullardır. Hansı yağda ki, üzərində 2 dənə rəqəm var, məsələn 5W40 və yaxud da 10W40 və yaxud 0W40, orada birinci hissə W orada winter deməkdir, yəni onun qış, onun saxtaya davamlılığını göstərir. İkinci hissə isə mühərrikin tam işlək vəziyyətdə, işlək temperaturda olanda onun o mühərrik yağının axıcılığını göstərir. Yəni bu həm bütün fəslə uyğun yağlar, istər 5W40 olsun, istər 5W30 olsun və yaxud da 0.20, əsas odur ki, sizin avtomobilinizə uyğun yağ olsun. Onlar hər fəslə uyğundur. Siz onu qışda da, yayda da eyni qaydada istifadə edə bilərsiniz. Yəni ehtiyac yoxdur qışda bir yağ istifadə edib, yayda başqa yağa keçmək. Hələ həmin universal yağlardan istifadə edin. Deməli, birinci rəqəm ki, orada 5W və yaxud 0W-dursa, onun şərti olaraq 40 çıxılır ondan, mənfi 30. Məsələn, 5W mənfi 35 dərəcəyə kimi şaxtaya dözümlüdür və hətta elələri olur ki, 38-40 dərəcə. 0W40-lar isə mənfi 45 dərəcə, 44 dərəcə. Biz bildiyimiz kimi Azərbaycanda da yəni mənfi 40, mənfi 44 dərəcə deyilən bir şaxtalar olmur. Ona görə bu gün Azərbaycan bazarında yəni 2 rəqəmlə göstərilən 5W40 olsun, 5W30 olsun və ya 0W20 olsun. Onlar Azərbaycanda deməli hər fəslə uyğun, istər siz onu dağlıq ərazidə istifadə edin, istər isti rayonlarda istifadə edin. Yəni bütün fəsillərdə eyni yağdan istifadə edə bilərsiniz.